Xəstələr tez-tez müraciət eləyəndə öz şikayətlərini, öz narahatçılıqlarını bu cür başlayırlar. Deyir, mən panik atak keçirirəm. Fikir verin. Deməli, bu adam, burada bir neçə variant var. Bu adam bu panik atak sözünü, ümumiyyətlə, mən bir şey deyim ki, Azərbaycan ərazisində psixiatra müraciət edən xəstələrin 99%-i məndə panik atak var deyə müraciət edir. Deyirsən ki, sən şikayətli danış. Bu deyir ki, məndə panik atak var. Deməli, bu adam faktiki olaraq şikayətlə öz dediyi söz arasında heç bir fərq görmür. Panik, birinci, əvvələn mən onu deyim ki, panik atak belə bir xəstəlik yoxdur. Özdə mən həmişə bunu deyirəm, bir sözü deyəndə mən artıq bunu mütəxəssislərə müraciət edirəm. Bunu kim deyib xəstələr? Mütəxəssislər deyib. Hansısa mütəxəssis deyib. Əhaliyə, adi xəstələrə, onların qohumlarına izahat verəndə heç vaxt ingilis sözləri ilə, nə bilim, Yunan sözləri ilə, fransız sözləri ilə məlumat verməyin. Onlar onu başa düşmürlər. Siz onları çaşdırırsınız. Onlar sizin dediyiniz, siz özünüz də bəzən heç başa düşmürsünüz onun mənasını. Siz bəzən özünüz də onun mənasını başa düşmürsünüz və bunu belə bir diareya şəklində ağzınızdan çıxır və xəstə onu götürür və əzbər beyninə düşür və başlayır internetdə axtarmağa. İnternetdə axtarır, nəsə tapır orada, oxuyur, bütün onun beynində fikir qarışır və yaxud da xəstənin qohumundan gedir söhbət. Yəni, axırda bu gəlir, onun yadında bir dənə söz qalıb. Panik atak. Ən çox da mütəxəssislər, xüsusən psixiatriya sahəsində fəaliyyət göstərən çox cavan mütəxəssislər bütün xəstələrə panik atak diaqnozu qoyurlar. Mən yenə də təkrar edirəm. Əvvəlan, panik atak sözünü işlətmək lazım deyil. Əgər xəstə Azərbaycanlı xəstə, Azərbaycan əhalisinə baxırsınız da, elə deyil. Azərbaycan əhalisinə baxırsınızsa, siz niyə ingilis sözləri ilə, nə bilim, fransız sözləri ilə, Angola sözləri ilə danışırsınız? Deyin, həyəcan həmlələri. Bunu adi dildə belə demək, belə çətindir. Siz özünüzü göstərirsiniz ki, siz bunu İngilis dilində, nə bilim, Yunan dilində deyə bilirsiniz. Əgər o sizi maraqlandırırsa, mən latınca danışa bilirəm ümumiyyətlə. Amma mən heç vaxt Azərbaycanlı adamla latın dilində danışmaram. Mən bir həkim olaraq vaxtilə latın dilini çox yaxşı öyrənmişəm və mən ayrı-ayrı mövzularda latın dilində danışa bilirəm. Yəni, normal həkim ümumiyyətlə latın dilində bəzi şeyləri danışa bilməlidir. Müəyyən mövzuları, müəyyən mətnləri latın dilində ishar edə bilməlidir. Amma buna baxmayaraq, mən heç kimlə latın dilində danışmıram. Çünki mən bilirəm ki, mənim qarşımdakı adam latın dilində bilmir. Siz niyə həm özünüzü biabır edirsiniz? Panik atak. Həm də o adamı çaşdırırsınız. Həyəcan həmlələri. Bu birinci. İkinci, çox qəribə bir vəziyyətdir ki, deməli, xəstələr müraciət edirlər. Bu da bir çox qəribə şeydir ki, bizdə daima insanlar güya inkişaf eləyir, bizdə insanlar deyir ki, biz savadlıyıq. Kimdən soruşursan, deyir, mən savadlıyam. Kimdən soruşursan, deyir, mən 2-3 ali məktəb bitirmişəm. Amma xəstələr başa düşmür ki, əgər onları psixiatra göndəriblərsə, o psixiatra getməlidir. Bu psixiatrın yanına getmir, gedir çıxır nevroloqun yanına. Bizdə bir qrup nevroloqlar var, böyük bir qrup nevroloqlar. Onlar ümumiyyətlə psixiatriyanı bilmirlər. Nəinki bilmirlər, psixiatriyadan heç ibtidai səviyyədə xəbərləri yoxdur.
və onlar bir dənə, iki dənə diaqnoz öyrəniblər, onun da adını öyrəniblər. Bu panik atak sözü də ən çox nevroloqların işlətdiyi sözlərdən biridir. Panik atak. Və eyni vəziyyətdə olan bir çox psixiatrlar ki, onlar da baxmayaraq ki, əllərində psixiatr olmaq haqqında sənəd var, özü o sənəd legal alınıb, yəni onlar doğrudan da psixiatriya təhsili görüblər. Amma onların da psixiatriyadan heç bir vərdişləri yoxdur. Nəyə görə? Çünki bu adamlar stasionarda işləməyiblər. Bu adamlar xəstəxana təcrübəsinə malik deyirlər. Psixiatrik xəstəxanada heç vaxt işləməyiblər. Misal üçün, hansısa bir Asiya ölkəsində ali məktəbi bitirmiş bir Azərbaycanlı gənc həkim Asiya ölkəsində, mən daha adlarını demirəm, hansı Asiya ölkələrindən söhbət gedir. Deməli, qayıdır Azərbaycana, rezidenturanı zadı keçir, qayıdır Azərbaycana. Bu adamla söhbət edirsən, deyir, mən həkim psixiatram. Söhbət edirsən, görürsən, bu adam psixiatr yox, heç həkim deyil. Söhbət eləyən kimi bilinir ki, bu adamın təhsili sıfır yox, mənfidədir. Bu ayrı problem, bu başqa problemdir. Və bu adam gələn kimi gedib psixiatrik stasionarda işləmək əvəzinə, özünə təcrübə toplamaq əvəzinə, vərdiş almaq əvəzinə, gedir oturur bir 5-6 mərtəbəli bir elitli klinikada, hansısa bir varlı adamın açdığı bir klinikada, özəl klinikada, hansı ki o klinikanı işlədən adamın heç tibbi təhsili yoxdur və təbabəti heç bir aidiyyatı yoxdur. Amma o klinikanı işlədir. Əlbəttə, bu qadağan deyil. Şəxsi klinikaların, özəl klinikaların çoxsu bu prinsiplə işləyir. Bu gedir, oturur orada, çox komfortlu bir kabinet verirlər buna və bu orada oturaraq degradasiya olunur bir həkim psixiatr kimi. Çünki bu xəstəxanada heç vaxt işləməyib, stasionar təcrübəsi yoxdur, psixiatrik biliklərini təkmilləşdirmək üçün bunun plaşatkası yoxdur, yəni sahəsi yoxdur. Heç vaxt özəl klinikada bilavasitə ali məktəbdən sonra özəl klinikada işləyən həkim o təcrübə qazana bilməyəcək, mümkün deyil. Ali məktəbdən necə kör çıxıbsa, elə kör vəziyyətdə də özəl klinikada oturub qalacaq. Ömrünün axırına qədər. İstəyir cərrah olsun, istəyir stomatoloq olsun, istəyir terapevt olsun, istəyir ginekoloq olsun və istəyir psixiatr olsun. Demək, bu panik atak söz birləşməsini insanların mexaniki olaraq beyninə salan həmin belə həkimlərdir. Nəyə görə bunlar hamıya panik atak diaqnozu qoyurlar? Çünki başqa diaqnozlardan bunların başı çıxmır. Mən xəstələri, konkret xəstələr görürəm, tanıyıram və görürəm ki, xəstədə şizofreniyanın kəskin tutmasıdır və xəstəyə panik atak diaqnozu qoyulub. Halbuki bu diaqnoz deyil, bu vəziyyətdir, bu xəstəlik adı deyil. Panik atak belə bir xəstəlik yoxdur. Bu vəziyyət adıdır və bu vəziyyət nə vaxt olur və nə vaxt həyəcan həmləsi diaqnozunu qoymaq olar, mən bunu sizə deyəcəm. Deməli, şizofreniyanın kəskin tutmasında bu Asiya ölkəsində təhsil almış həkim xəstəyə panik atak diaqnozu qoyur. Bipolyar psixozun kəskin tutmasında panik atak diaqnozu qoyur. Sosial təhlükəli ruhi xəstəyə fikir verin. Sosial təhlükəli ruhi xəstəyə panik atak diaqnozu qoyur. Xəstə burada özünü öldürür, danışır ki, mənim beynimdə imperativ səslər var, mənə əmr eləyirlər ki, get filan kəsi öldür, get filan kəsi öldür, get özü öldür. Xəstənin danışdıqları qalır bir yanda. Bu Asiya ölkəsində təhsil almış və psixiatriyadan tamamilə xəbəri olmayan, qəşəng, boylu, buxunlu bir oğlan və yaxud da boylu, buxunlu, qəşəng bir qız, həkim psixiatr, götürür panik atak diaqnozu qoyur xəstəyə.
Sonra da biz təəccüblənirik ki, nəyə görə Bakının küçələrində bu qədər ruhi xəstə var? Hamısı da sosial təhlükəlidir. Nəyə görə Azərbaycanda ruhi xəstələr hamısı bayırdadır, xəstəxanada yoxdur. Xəstəxanada olmalı olan xəstələr hamısı bayırdadır. Çox yaxşı oldu ki, Azərbaycanda bu qanun çıxdı ki, sosial təhlükəli ruhi xəstələri onların qohumlarının icazəsi olmadan hospitalizasiya etmək mümkün olacaq hüquq mühafizə orqanlarının əli ilə. Nə yaxşı ki, bu qanun çıxdı. Bu qanunun vacibliyi barədə hələ mən 6-7 il əvvəl mən bunu öz müsahibələrindən birində rus dilli resurslardan birinə verdiyim rus dilində olan müsahibələrimdən birində mən qeyd eləmişdim ki, bu qanuna ehtiyac var. Nə yaxşı ki, bu qanun indi qəbul olundu. Və yeri gəlmişkən deyim ki, bu qanunun mahiyyətini əhalinin çox hissəsi başa düşmür. Və çıxırlar, elə əcaib şeylər danışırlar ki, qanun haqqında. Sən təəccüb edirsən ki, bu adamlar axı başa düşmədikləri şeyi niyə danışırlar? Mən həmişə deyirəm, insan bilmədiyi şey danışmaq bu ən böyük qəbahətdir, ən böyük günahdır və ən böyük nadanlıqdır. Birinci, o qanunu götürüb oxumaq lazımdır. İkinci, bilmək lazımdır ki, bu qanun dünyanın hər bir ölkəsində var, əksər ölkələrində var. Bizdə hələ gec qəbul olunub, bu çoxdan qəbul olunmalı idi. Üçüncü, mən qeyd eləmək istəyirəm ki, bu qanunun mahiyyətini bilməyə çıxıb danışmayın. Qanunun mahiyyətini başa düşün, öyrənin, görün bu nədir, nə deyil. Ondan sonra fikrinizi deyə bilərsiniz. Bizdə o qanun haqqında bloger deyil, ona xüsusi adamlar var. Mən ümumiyyətlə o bloger nədir, mən hələ indiyə qədər başa düşə bilmirəm. Əlbəttə mən bilirəm ki, bloger nədir. Amma niyə o adamlar öz adını bloger qoyublar? Bloger bəyəm sənət zaddır, peşə zaddır. Blogerlər danışır, jurnalistlər danışır, nə bilim hansısa bir təsadüfi insan çıxır danışır. Ay bala, bunun mahiyyətini siz bilməyin. Niyə bunu danışırsınız? Bu belə olacaq, bu belə olacaq, bu belə olacaq. Hardan bilirsiniz belə olacaq? Niyə siz onu elə başa düşürsünüz? İzah eləyin də, niyə siz o qanunu o cür başa düşürsünüz? Və indidən artıq cəmaatı çaşdırırsınız ki, belə olacaq, belə olacaq, belə olacaq. Uzun sözün qısası, mən sadəcə qeyd etmək istəyirəm ki, ruhi xəstənin, bu çox məntiqli qanundur, əvvələn onu deyim. Mən yenə deyirəm, bu qanun çoxdan qəbul olunmalı idi. Ruhi xəstənin qohumunun razılığını almaq, bax, bu işdə məntiq yoxdur. Mən elə bir ruhi xəstə görməmişəm ki, mən 35 ildən artıqdır. Həkim işləyirəm, həkimlik fəaliyyəti ilə məşğulam, psixiatriya fəaliyyəti ilə məşğulam. Mən hələ elə bir xəstə görməmişəm ki, onun qohumu gəlsin, razılıq versin ki, xəstəni aparın xəstəxanaya. İstənilən qohum kimdir? Ata, ana, valideyn, əmi, dayı, heç kim öz qohumunu psixiatrik xəstəxanaya göndərməyə risk eləmir. Bilirsiniz nə deyirlər? Deyir, oradan çıxar, deyir, bizdən heyf alar, bizlə düşmən olar. Ona görə də və başqa səbəblər göstərirlər. Ona görə də məhz bu qanun çox yaxşı ki, qəbul olunub. Bu çox faydalı bir qanundur. Çünki ruhi xəstə, sosial təhlükəli ruhi xəstə, hələ bir get onun qohumunun da razılığını al. Qohumu heç vaxt razılıq verməyəcək. Xəstə də qalacaq küçədə. Yəni küçədə özü üçün gəzəcək, əlinə bir balta götürüb keçənin başına vuracaq. Sonra da gedib bir dalanda bir qızın əlindən sunkanı dartıb qaçacaq, sonra da o qızı bıçaqla vuracaq. Ondan sonra insanlar ayılacaq ki, bu qanun lazım imiş. Və belə hadisələr bizdə təəssüf ki, olub. Anlamaq lazımdır ki, bu qanun
əhalinin xeyrinə qəbul olunmuş qanundur. Mən burada heç bir yəni təbliğat aparmaq fikrində deyiləm. Mən bir həkim, psikiatr kimi uzun illər məcburi müalicə xəstəxanalarında işləmiş, məcburi müalicə və kriminal işlər görmüş xəstələrlə işləyən həkim, psikiatr kimi sizi inandırmaq istəyirəm ki, sosial təhlükəli ruhi xəstə ilə siz 15 dəqiqə təklikdə qalsaz, təklikdə, siz onda başa düşərsiniz ki, bu qanun bizə nə qədər lazım idi, indiyə qədər lazım idi. Bundan sonra da lazımdır. Yəni ona görə də çıxıb deməli, nə bilim, bir bloger, bir nə bilim, jurnalist, bir nə bilim, kimsə çıxır danışır ki, bu qanun qəbul olunub, nə bilim, bu qanundan kimsə sui-istifadə eləyəcək. Sui-istifadə eləməmək üçün qanun qəbul olunandan sonra onun icrasına nəzarət mexanizmləri olmalıdır. Nəzarət mexanizmləri. Əgər nəzarət mexanizmləri varsa, qanundan heç kim sui-istifadə edə bilməz. Özü də biz burada qanundan necə istifadə olunmasından yox, qanunun özündən danışırıq. Mən bilmirəm qanundan necə istifadə olunacaq. Çünki ondan insanlar istifadə edəcək. Mən ümidvaram ki, qanundan insanların xeyrinə istifadə olunacaq. Mən buna ümidvaram. Amma mən qanunun özündən danışıram. Hələ ki, məzmunundan danışıram ki, qohumlarının icazəsini almadan, bəli, sosial təhlükəli ruhi xəstəni xəstəxanaya aparmaq bu lazımdır. Qohumları onsuz da ona icazə verən deyil. Yəni biz dəfələrlə bunu görmüşük, eşitmişik. Mən bunu keçmiş Sovet Respublikalarından birində uzun müddət işləmişəm. Orada da görmüşəm ki, tutaq ki, sosial təhlükəli ruhi xəstə götürmək üçün, xəstəni götürmək üçün təcili yardım briqadası gəlir, polis gəlir. Hələ oradan danışıram mən. Yenə də qeyd edirəm, bütün ölkələrdə bu qanun var. Dünyanın bütün ölkələrində. Bu, ictimai təhlükəsizliyi qorumaq üçündür. İctimai təhlükəsizliyi qorumaq üçündür bu qanun. Amma yenə də deyirəm, qanunun özündən mən danışıram. Necə əməl olunacaq qanuna, bunlar necə istifadə olunacaq qanundan, bu gələcəyin işidir, biz bunu görəndən sonra danışa bilərik. Hal-hazırda mən ancaq qanunun özündən danışıram. Başqa şeylə işim yoxdur. Dəfələrlə olub ki, mən işlədiyim ölkədə, başqa bir ölkədə, qonşu Sovet Respublikalarından birində və təcili yardım gəlir, polis naryadı gəlir, xəstəni götürmək istəyir, qohumları gəlir, deyir ki, biz xəstəni vermirik. Hanı xəstə? Xəstəni gizlədiblər başqa otaqda. Otağın qapısını sındırırlar, çünki həmin ölkədə o qanun var idi, çoxdan var idi. Otağın qapısını sındırırlar da görürlər ki, xəstə əlində ov tüfəngi dayanıb. Özü xəstə deyir ki, yaxın gəlməyin, mən sizə də atəş açacam. Polis işçilərinə deyir. Psikiatrik briqadanın əməkdaşlarına deyir. İşçilərinə deyir. Görün, xəstə nə qədər təhlükəlidir. Və o xəstəni çox böyük çətinliklə oradan çıxardırlar, aparırlar xəstəxanaya. Amma bizdə necə olurdu bu vaxta qədər? Xəstəni gizlədirdilər bir otaqda. Müvafiq xidmətlərin nümayəndələri gəlirdi. Xəstənin qohumları dedilər ki, xəstə evdə yoxdur. Nəyə görə? Xəstəni verməmək üçün. Xəstəni gizlədirdilər evdə. Xəstə sonra çıxırdı, bir dəfə qonşusunu öldürürdü, bir dəfə küçədə kimisə öldürürdü. Narkotik istifadəsi, bizdə minlərlə xəstələr var, narkotik istifadəsi. Avtobusda dava salır, kimisə vurur, qaçır, kimisə sumkasını götürür, qaranlıq bir dalanda qaçır. Sonra onu gedirlər, tutaq ki, tapırlar, deyirlər, burada qeydiyyatdadır, haradadır, qohumları gizlədirdi onu. İndi bu məsələlərin qarşısını almaq üçün, ictimai təhlükəsizliyi bərpa eləmək üçün, qorumaq üçün bu qanun yaradılıbdır.
Və bu qanun yəni yeri gəlmişkən mən bu qanun haqqında qısaca danışdım. Mən bir şeyə yenə də qeyd edirəm ki, qanunun mahiyyətini bilməyən adamlar çıxıb onun haqqında dezinformasiya verməsinlər insanlara. Bu qanun əhaliyə lazımlıdır. Bəli, düzgün əməl olunsa, yerində əməl olunsa, yəni qanunun bütün şərtləri orada əməl olunsa, bu qanun insanlara xeyir gətirəcək. Şübhəsiz ki, istənilən qanundan düzgün istifadə olunmayanda insanlara ziyan gətirir. Başqa qanunlar da belədir. Vəssalam, qanun haqqında bu qədər. Mən bunu yeri gəlmişkən dedim. Qaldı ki, həmin o panik atak məsələsi. Nəyə görə mən panik atakdan keçdim bu qanuna? Demək, panik atak diaqnozunu bizim cavan Asiya ölkələrində təhsil almış psixiatrlar götürürlər, sosial təhlükəli ruhi xəstəyə qoyurlar. Xəstə sonra ağır vəziyyətdə bir də görürsən. Xəstənin qohumu hətta gəlir, deyir, mən xəstəni gətirə bilmədim, özüm gəlmişəm. Deyir, xəstədə bu var, bu var, bu var, görürsən ki, hələ onun danışığından başa düşürsən ki, xəstədə nəsə mürəkkəb bir şey var. Deyirsən, apar balinsə, xəstəxanaya. Yəni, bu panik atak məsələsini yığışdırmaq lazımdır. Əhalinin çox cüzi hissəsində həyəcan həmlələri olur. O da xəstəlik deyil, o müəyyən xəstəliklərin məntiqi nəticəsidir. Panik atak belə bir xəstəlik yoxdur. Mən yenə də təkrar edirəm. Başa düşməyən adamlar üçün yenə də təkrar edirəm. Panik atak, həyəcan həmlələri tutması ancaq bir vəziyyətdir. Patoloji vəziyyətdir, tutmadır, tutma. Bu müəyyən bir dövrdə olur, amma bu xəstəlik deyil. Və bunu adamların, çatan adama belə bir diaqnoz qoymaq, bu həm naşılıqdır, həm savadsızlıqdır, həm də böyük cinayətdir. Bizdə cavan, həkim, psixiatrlar xəstələri axıra qədər müayinə eləmirlər. Xəstələrin diaqnozunu səhv qoyurlar. Xəstə ilə ümumiyyətlə söhbət eləmirlər. 10 dəqiqə xəstə ilə söhbət edirlər, ona diaqnoz yapışdırırlar. Hamısı da panik atak, panik atak, panik atak. Nə qədər panik atak əziyyət çəkən bizdə insan var imiş. Bəyən, belə şey ola bilər. Bütün Azərbaycanda panik atak var. Bir fikirləşin, görün, siz nə inirsiniz? Açın, baxın, görün, panik atak nə deməkdir? Həyəcan həmləsi nə deməkdir? Niyə bilmədən, yenə də, o qanunun mahiyyətini bilmədən necə çıxıb danışırlarsa, bizdə də həkim, psixiatrlar panik atak məsələsinin mahiyyətini bilmədən o diaqnozu istənilən adama qoyurlar. Nevroloqlar belə diaqnoz qoyur. Çünki başa düşmürlər. Bilirsiniz nədən irəli gəlir bu? Xəstənin vəziyyətini başa düşmürlər. Çünki təcrübə yoxdur, savad yoxdur, vərdiş yoxdur. İmtahan vermədən atistatla tibb universitetinə qəbul olunmuş adamlardır bunlar. Atistatla, orta məktəbin atistatı ilə tibb universitetinə qəbul olmuş və oranı bitirmiş həkimlərdir bunlar. Həkimciklər. Mən həkim deyə bilmərəm onlara, dilim dönməz. Bir adam ki, imtahan verməmiş tibb universitetinə daxil olsun, biz buna necə həkim deyə bilərik? Atistatı verir, ildə nə qədər də ödəniş eləyir bir Asiya ölkəsində. Təhsil alır, gəlir Azərbaycana. Bu da oldu həkim psixiatr. Belə həkim psixiatrların bütün diaqnozları səhvdir. Bütün diaqnozları səhvdir və biz bunu görürük. Bir də görürsən, gəlir xəstə ağır vəziyyətdə. Paranoid formalı şizofreniya, fasiləsiz gedişli variant xəstəyə götürüb panik atak diaqnozu qoyub. Kim qoyub? Filan kəs. Mən o həkimlərin hamısını tanıyıram. Mən sizin hamınızı tanıyıram. Ay cavan həkimlər. Ay Asiya ölkələrində təhsil alıb gəlmiş papalarının, mamalarının hesabına özəl klinikalarda kef eləyən həkimlər. Mən sizi tanıyıram hamınızı. Səhv diaqnoz qoyursunuz. Gedin biliyinizi, savadınızı artırın. Gedin Məşdağada, xəstəxanada işləyin. Mən 20 ilə yaxın məcburi müalicə xəstəxanalarında çox ağır şəraitdə mən həkim psixiatr işləmişim. Gedin işləyin, xəstəxanada işləyin, təcrübənizi artırın.
Çıxıb mənasız çıxışlar eləməyin heç yerdə. Xəstələrə səhv diaqnozlar qoymayın, bədbəxt eləməyin cəmaatı. O xəstə sonra sosial təhlükəli olur, çıxır küçüyə. Sizin bir yaxın adamınızı öldürəcək, sizin bir doğum adamınızı öldürəcək, sizin özünüzü öldürəcək bir dəfə. Olmaz belə. Bir özünüzə hörmət edin. Diaqnoz qoya bilmirsiniz, siz. Psikiatriya oyuncaq deyil. Psikiatriya dəqiq bir təbabət fənnidir, dəqiq. Onu öyrənmək lazımdır. Sindromologiyasını, diagnostika metodlarını. Əgər siz psikiatriyadan başınız çıxmırsa, o sahədən gedin, başqa sahəyə keçin. Psikiatriya həm də ictimai təhlükəsizliklə bağlıdır. Siz hamıya panik atak diaqnozu qoyub hara göndərirsiniz onları? Panik atak deyilən, əslində həyəcan həmləsi deyilən o diaqnoz, daha doğrusu o vəziyyət nədən ibarətdir? Mən də əsas məsələyə keçirəm. Demək, həyəcan həmlələri paroksizmal vəziyyət olaraq, bax fikir verin, paroksizmal. Biz nəyə görə buna paroksizmal vəziyyət deyirik? Paroksizmal vəziyyət o vəziyyətlərdir ki, birdən başlayır, kəskin başlayır, heç bir xəbərdarlıq əlaməti olmadan kəskin başlayır, qısa müddət davam edir və kəskin də qurtarır. Belə hallara biz deyirik paroksizmal vəziyyət. Vəssalam. Panik atak adı ilə bizim Asiya ölkələrində qurtarmış psikiatrların arasında dəbdə olan həmin diaqnoz, əslində həyəcan həmləsi adlandırılan həmin o diaqnoz, həmin o vəziyyət əvvəlan əhalinin çox cüzi bir hissəsində olur. Həmin həkimlərin fikirlərinə zidd olaraq mən demək istəyirəm ki, əhalinin çox az bir hissəsində olur bu. Çox az bir hissəsində. Hər adamda elə bir vəziyyət olmur. Və həmin o həyəcan həmlələri vəziyyəti doğrudan da çox ağır vəziyyətdir. Və mən çox təəccüblənirəm, xəstə gəlir, deyir ki, mənə elə bir diaqnoz qoyublar. Deyirəm, səndə nə olur? Deyir, heç nə, mən gün ərzində sadəcə həyəcanlıyam. İndi mən sual verirəm, gün ərzində Bakı şəhərində həyəcanlı olmayan adam var. Elə bir adam siz tapa bilərsiniz. Bu adam sadəcə gün ərzində həyəcanlıdır. Deyir, gedirəm, probkaya düşürəm, həyəcanlanıram. Mağazinə girirəm, mənə kobud cavab verirlər, həyəcanlanıram. Bir işim düzəlmir, bu bəyəm həyəcan həmləsi tutmasıdır. Hə? Mən müraciət edirəm o Asiya ölkələrində oxuyub gəlmiş psikiatrlara. Bu bəyəm həyəcan həmləsi tutmasıdır. Siz bütün bu adamlara panik atak diaqnozu qoyursunuz. Bu nədir belə? Həyəcan həmlələri tutması bir neçə dəqiqədən bir saata qədər davam edir. Təkrar edirəm. Bilməyən adamlar üçün, qanmaz adamlar üçün, qanmaz həkimlər üçün təkrar edirəm. Həyəcan həmləsi tutması bir neçə dəqiqədən bir saata qədər davam edir. Və həyəcan həmləsi tutması epilepsiya xəstəliyinin ekvivalenti kimi birinci halda götürülür epilepsiya xəstəliyinin ekvivalenti kimi və ikinci variantda götürülür şizofreniya xəstəliyinin simptomu kimi. İndi gəlin araşdıraq hansı halda epilepsiya xəstəliyinin ekvivalenti kimi götürülür, hansı halda şizofreniya xəstəliyinin simptomu kimi götürülür. Əgər həyəcan həmləsi tutması hər iki halda paroksizmal başlayır və paroksizmal qurtarır. Yəni birdən başlayır, birdən də qurtarır. Yəni əgər epilepsiya xəstəliyinin ekvivalenti kimi keçirsə, burada mütləq, fikir verin, mütləq xəbərdarlıq agenti olur. Xəbərdarlıq agenti. Bu nədən ibarətdir? Xəstə deyir ki, xəstə görür nə deyir? Deyir, oturmuşdum divanda, televizora baxırdım. Birdən mənim bədənimə üşütmə gəldi. Elə bil, qulaqlarımın ətrafında, əllərimin, ovcumun içində nəsə civildəməyə başladı. Və dərhal ondan sonra
Məndə şiddətli ürək döyünmə, ölüm qorxusu, hava çatmamazlığı hissiyatı və s. və ilə axırı. Yəni, bütün o həyəcan həmlələri, ölüm qorxusu, həyəcan həmləsi tutmasını xarakterizə edən bütün əlamətlər üzə çıxır. İkinci variantda isə, yəni şizofreniya xəstəliyinin simptomudursa, həyəcan həmləsi tutması, həmin o xəbərdarlıq agenti olmur. Yəqin ki, ağlı başında olan adamlar, yəni həkimlər məni başa düşdülər. Mən cavan həkimlərə müraciət edirəm. İkinci halda xəbərdarlıq agenti olmur. Birdən birə xəstədə ürək döyünmə şiddətli, ölüm qorxusu, qeyri-müəyyən qorxu, ki, bu saat nəsə olacaq, daxili oyanma və daxili dəyişmə hissiyatı, hava çatmamazlığı hissiyatı və dərhal bu vəziyyətdən qurtarmaq üçün görülən tədbirlər xəstənin özü tərəfindən. Bu tədbirlərdən də ən təhlükəlisi nədir? Xəstə gedir, deyir, mən ölməyi də ondan üstün tuturam. Faktiki olaraq şizofrenik psixozun simptomu olaraq meydana çıxan həyəcan həmləsi tutması qısa müddətli psixoz kimi xarakterizə olunur. Amma epilepsiya xəstəliyinin ekvivalenti kimi cəryan edən həyəcan həmləsi tutması, bu yalnız sadəcə epilepsiya xəstəliyinin bir ekvivalenti kimi keçir. Vəssalam. Və diferensial diaqnostika bundan ibarətdir. Ona görə də xəstələrin hamısına ucdan tutma, panik atak, əl çəkin belə vərdişdən. Əl çəkin, siz psixiatriyanı oyuncağa çevirmişsiniz. Siz psixiatriyanı əyləncəyə çevirmişsiniz. Ay, Asiya ölkələrində təhsil alıb gəlmiş cavan psixiatrlar. Nə qədərdir bunların sayı özü günbəgün artır. Soruşursan, öyrənirsən, hamısı Asiya ölkələrində təhsil alıb. Da o ölkələrin adını demək istəmirəm. Hamısı da atistatla instituta girib, atistatla qutarıb, ödənişli təhsil alıb. Bir həkim ki, instituta daxil olanda imtahan vermir, o həkimdən nə gözləmək olar? O, ümumiyyətlə, necə daxil olub instituta? Atistatla instituta daxil olub həkimlik təhsil almaq olar. Və bu adamların hamısı gəlib, indi bütün əhaliyə panik atak diaqnozu qoyurlar. Panik atak bundan. Mən əhaliyə də müraciət etmək istəyirəm ki, hər eşitdiyiniz şeyi gəlib, yəni başqa mütəxəssislərə deməyin. Çünki siz mütəxəssisə gəlirsinizsə, mütəxəssis özü sizə diaqnoz qoyacaq. Doktor, məndə panik atak var. Kim dedi? Filan həkim dedi. Filan həkimdə araşdırırsan, görürsən ki, həmin o mən dediyim qrupdan olan həkimlərdəndir. Yaşı da heç 23, 24, bəlkə də 25 deyil. Yaşdan söhbət getmir burada. Söhbət gedir bu həkimin səriştəsizliyindən və xəstələrin müəyyən bir hissəsinin naşılığından. Həkimə gələndə şikayət deyilir. Mən xəstələrə müraciət edirəm artıq. Həkimə gələndə şikayət deyilir. Diaqnoz deyilmir, vəziyyətin adı deyilmir. Hansısa heç bir səriştəsi olmayan psixiatriya sahəsində bir həkim sizə panik atak deyib, siz gəlib onu dəyişsiz olaraq bütün başqa həkimlərə onu deməyiniz, bu ən azından mədəniyyətsizlikdir. Məndə panik atak var, məndə panik atak var. De sən özün bilirsən, səndə nə var, sən nəyə gəlmirsən axı? Psixiatriya təbabətin çox ciddi bir sahəsidir. Psixiatriya nəinki müalicə və diaqnostika məsələləri ilə, psixiatriya həm də sosial təhlükəsizlik məsələləri ilə, ictimai təhlükəsizlik məsələləri ilə məşğul olan, bu məsələləri öz prizmasından araşdıran təbabətin bir sahəsidir. Diqqətinizə görə çox sağ olun, ehtiyatlı olun və hər qoyulan diaqnozdan səhv nəticə çıxardaraq, internetdə olan məlumatlara əsaslanaraq öz özünüzdə səhv anlayışlar yaratmayın.